Salam, hər vaxtınız xeyir əziz şagirdlər, əziz izləyicilər. Deməli, bu gün bərabərsizliklər və bərabərsizliklər sistemi bölməsinə baxırıq. Ədədi bərabərsizliklər və onların əsas xassələri. Testlərin izahına baxacağıq. Deməli, birinci sualdan başlayaq. Birinci sualda verilənləri yazıram. 5 kiçik bərabər x, o da kiçik bərabər 7. 3 kiçik bərabər y, o da kiçik bərabər 6. Bizdən x, y hasilinin daxil olduğu aralığı soruşur. Bərabərsizlikləri tərəf-tərəfə vurma qaydası elə olduğu kimidir. Məsələn, tərəf-tərəfə bölmə fərqli olur. İndi çatdıqca onları da izah edəcəm. Yəni, bildiyimiz qayda ilə 5-i 3-ə vururam, eləyir 15. X-i y-ə vurdum, zaten elə x-y eləyir. 7-ni də 6-ya 42. Cavab olacaq Y variantı. Birinci sual belə. İndi ikinci suala baxırıq. İkinci sualda deməli A da kiçik 0, B də kiçik 0, yəni A da B də mənfi ədədlərdir. İfadələrdən hansının qiyməti ən böyük olar? Deməli, bunları bir-bir hesablayaq, düşünək. Məsələn, A da mənfi, B də mənfi. Mənfi ədədə vuranda AB hasili olacaq müsbət. AB hasili oldu müsbət. Müsbət ədədin üzərinə 9 gəldikdə, yəni kəsrimizin sürəti olur müsbət ədəd. Müsbət ədədin üzərinə 9 gəldi, kəsrin sürəti oldu müsbət. Gəlin buradan belə müsbət qoyaq. İndi kəsrin məxrəcini hesablayaq. 5-dən çıxıb A-nı, yəni mənfi bir ədədi. Nə deməkdir bu? Məsələn, 5-dən çıxıram mənfi bir ədəd. Mənfi 3. Mənfi mənfiyə dəyir burada. Mənfi mənfiyə dəyir. 5 üstəgəl 3 olur. Cavab olur 8. Yəni kəsrin məxrəci nə oldu? Kəsrin məxrəci də oldu müsbət. Müsbət ədədi bölürəm müsbət ədədə. Cavabım olur müsbət. Bizdən də ən böyüyü soruşur. Cavabımız elə A variantı olacaq. Niyə? Çünki digər variantların hamısında cavab mənfi alınacaq. Gəlin bir ikisinə baxaq. Deməli, yenə də A da mənfi, B də mənfi. Mənfi ədədə vurduq. Kəsrin sürəti oldu müsbət. Sürətə müsbət yazdıq. B-dən çıxır 5-i. Yəni, mənfi ədəddən çıxır 5-i. Nə deməkdir? Mənfi ədəddən, məsələn, mənfi 3-dən çıxır 5-i. Cavab nə eləyir? Mənfi 8. Yəni, kəsrin məxrəci oldu mənfi ədəd. Müsbət ədədi mənfi ədədə böldükdə cavabımız olacaq mənfi. Digər bütün variantlarda da Y-də, D-də, C-də hamısı mənfi cavab alınacaq. Ona görə bizim bu variantda doğru cavab olur A variantı. Keçdik üçüncü suala. Üçüncü sualda yenə də ikinci sualın oxşarıdır. Bu dəfə nə soruşur amma? Ən kiçik qiyməti soruşur. Ən kiçik qiyməti soruşursa, buradan bu qənaətə gələ bilərik ki, bunların hamısı müsbət cavab verəcək. İçində yalnız biri mənfi cavab alınacaq və ən kiçik cavab da elə olacaq. Başlayaq A variantından. A vur B. A müsbət ədəddir. B isə mənfi ədəddir. Müsbət ədədi mənfi ədədə vurduqda cavabımız olacaq mənfi ədəd. Yəni kəsrin sürəti mənfi ədəddir. 5-dən çıxıb B-ni, yəni 5-dən çıxıb mənfi ədədi. Bayaq da göstərdik. 5 çıx, mənfi bir ədəd. Məsələn, mənfi 7. Cavab nə olur? Bu mənfilər toqquşur orada, dəyir bir-birinə, olur müsbət 12. Yəni, kəsrin məxrəci müsbət ədəddir. Mənfi ədədi müsbət ədədə böldükdə cavabımız mənfi alınır. Elə variant A variantı olacaq. Digər bütün variantlarda cavab müsbət ədəd alınacaq. Keçdik növbəti dördüncü suala. Dördüncü sualda kəsirlər, daha doğrusu bərabərsizliklərin bölünməsindən gedəcək söhbət. Nə deməkdir? Gəlin mən birinci, bizdən 2B böl A ifadəsini qiymətləndirmək istəyir. Gəlin ona görə birinci B-ni yazım. Deməli, bizə 2B lazımdır. Mən ona görə bu bərabərsizliyin hər tərəfini 2-yə vurum. Deməli, nə aldım? 2-ni vurdum 0-a, elədi 0. 2-ni vurdum B-yə, 2B. 2-ni vurdum 3-ə, 6. Bizə lazımdır 2B bölünsün A. A da dəyişir 5 ilə 2 arasında. Deməli, biz bayaq dedik ki, bərabərsizliyi tərəf-tərəfə vurduqda elə bildiyimiz qaydada. Məsələn, bunu vurmalı olsaq, misal üçün. Gəlin bir dənə vuraq bunu. 0-ı vurdum 2-yə, 0. 2B-ni A-ya vurdum, oldu 2AB. 5-i 6-ya vurdum, elədi 30. Əgər bizdən bunu vurmağımızı istəsə, elə düzgün qayda vurarıq. Amma bizdən bölməyimizi istəyir. Bölməyimizi istəyirsə, gəlin görək qayda necə olacaq. Bölmə zamanı çarpaz qayda ilə gedir. Bunu 2 üsulla izah edəcəm. Yəni, bizdə lazımdır 2B böl A. Biz 0-ı 2-yə yox, 0-ı 5-ə bölürük.
Yəni burada olur 0/5. Burada da 5'i 6'ya yox, vurmada olduğu kimi, məsələn, vurma olanda necə yazdıq? 5'i vurduq 6'ya. Burada isə 5'i daha 6'nı 5'e yox, 6'nı 2'ye bölürük. Burada da olur 6/2. 0'ı 5'e böldük 0. 2b böl a zaten bizdən istəniləndi. 6'nı da 2'ye böldük 3. Cavabımız bu olur. Baxırıq variantlara. A variantında var bu. Deməli, bunun ikinci üsulu nədir? İkinci üsulu belə olacaq. Biz buradan bayaq ifadədən 0, 2b, burada da 6. Bunu aldıq. İndi bizə lazımdır 2b böl a. Deməli, nə deməkdir dostlar? 2b böl a elə 2b vurulsun 1/a deməkdir. Yəni 2b vurulsun 1/a elə 2b böl a deməkdir. Yəni bunlar bir-birinə bərabərdir. Onda mən belə eləyə bilərəm. Verilən burada a-nı tərsinə çevirsəm olacaq 1/a. Bəs görək tərsinə çevirmə zamanı nə baş verir? Məsələn 5 aydın məsələdir ki, böyükdür 3-dən. Mən indi gəlin bunları tərsinə çevirim. 5'i tərsinə çevirdim, oldu 5/1. 3'ü tərsinə çevirdim, oldu 3/1. İndi baxıram ki, 5/1 3/1-dən kiçik oldu. Yəni necə oldu? Sürətləri bərabər olan kəsirləri müqayisə edərkən məxrəci kiçik olan böyük olur. Yəni burada da 3 5-dən kiçikdir. Deməli, biz bərabərsizlikləri tərsinə çevirən zaman bərabərsizliyin işarəsi əksinə dəyişir. Yəni böyükdürsə olur kiçikdir, kiçik olsaydı olacaqdı böyükdür. Yəni uzun sözün qısası nə demək istəyirik? Burada 2 a 5. Mən bunu tərsinə çevirsəm olacaq 1/a. Burada olacaq kiçik dəyişdi oldu böyük, gördük, fikir verdik yəqin ki, olacaq 5/1. Burada da böyük olacaq 2/1. Artıq mən bu ifadə ilə bu ifadəni vura bilərəm, amma yüngül düzəlişdən sonra. Bunu yenə də olduğu kimi yazım. İndi burada kiçikdir, burada isə böyükdür. Ona görə mən bunları, bax bunu belə elə dəyişim ki, buna oxşar ifadə olsun. Yəni 5/1 kiçikdir 1/a, o da kiçikdir 2/1. Aha, indi bunları alt-alta yazıb bildiyimiz vurma qaydası ilə vura bilərəm. Deməli, necə olacaq? 0'ı vurdum 5/1'ə, 0. 2b-ni vurdum 1/a-ya, oldu 2b/a. 6'nı vurdum 2/1'ə, 3. Yenə də, yəni gördüyümüz kimi A variantını aldıq. Bunun ən önəmli qaydası elə bu ikinci üsul göstərdiyimdə, yəni birinci və ikinci qrupa gedən şagirdlərin hamısı bu üsulu başa düşməlidir. Ancaq birinci dediyim üsul daha tez və qısadır. İkinci üsulu bildikdən sonra birinci üsuldan da istifadə eləməyin ziyanı yoxdur. Yəni ikinci üsulu başa düşmək şərti ilə. Keçdik 5-ci suala. Təkliflərdən hansı doğru deyil? A variantına baxırıq. A çıx B böyükdürsə 0-dan, təbii ki, A B-dən böyükdür. Necə eləyirəm? B-ni göndərirəm bərabərsizliyin sağına, mənfi olduğu üçün sağa keçəndə olur müsbət. Yəni bu alınır. Doğrudur. A böyükdür B-dən, C də kiçikdir 0-dan. Deməli A böyük B, C də kiçik 0. İndi biz baxırıq ki, bərabərsizliyin sağını və solunu neyniyib? C-yə bölüb. Yəni C də necə ədəddir? Mənfi ədədə bölüb. Gəlin göstərə görə necə olur. Məsələn, A böyükdür B. Tutaq ki, 7 böyükdür 3. Və yaxud da gəlin bütün ədədlər yazaq. Tutaq 8 böyükdür 6. İkisi də müsbət ədəddir. Fərq eləmir, mənfi ədəd olsa belə. İndi biz C-yə fikir veririk. C mənfi ədəddir. Yəni C-ni düşünürəm ki, mənfi 2. Neyini burada? Baxırıq bura. A-nı da bölüb C-yə, B-ni də bölüb C-yə. Yəni 8-də bölsək C-yə alınır mənfi 4. 6-nı da bölsək mənfi 2-yə alacağıq mənfi 3. İndi baxırıq ki, burada doğru olmayacaq. Bu bərabərlik belə qoysaq doğru olmayacaq. Deməli, bərabərsizliyin sağın və solun 0-dan fərqli mənfi ədədə vurduqda və ya böldükdə bərabərsizliyin işarəsi tərsinə dəyişməlidir. Yəni burada mənfi 4 kiçik mənfi 3. Yəni bu minvalla A böl C əslində kiçik olmalıdır B böl C-dən. Yəni elə doğru olmayan cavab B variantıdır. Keçək növbəti 6-cı suala. Burada da yenə təkliflərdən hansı doğru deyil.
A B-yə bərabər isə A üstəgəl C elə B üstəgəl C-yə bərabərdir. Bu doğrudur. Bunu düzdür. A çıx C, B çıx C-yə bu da doğrudur. Deməli A variantı doğrudur. Bizə doğru olmayan lazımdır. Gəlin elə doğru olanların qarşısına plus qoyaq. Doğru olmayan çıxar axırda. Deməli A variantı doğrudur. A bərabər B, B bərabər C isə A bərabər C. Bu da doğrudur dostlar. Yəni aydın məsələdir. A B-yə bərabər, B də C-yə bərabər. Deməli elə A C-nin özünə bərabərdir. A B-dən böyük, B də C-dən böyükdürsə, A da təbii ki C-dən böyükdür. Bu da doğrudur. A böyük B, C fərqlidir 0 isə A vur C. Bax dostlar, bu bayaqki dediyim qaydaya əsaslanır. Bu hər zaman doğru deyil. Burada C fərqlidir 0 şərti yox. C böyük 0 şərti desəydi, C böyükdür 0 desəydi, hə bu bərabərlik doğru olardı. Ancaq C-yə müsbət və yaxud da mənfi olduğunu deməyib. Müsbət olsa doğru olardı. Mənfi olsa isə bu bərabərliyin işarəsi əksinə dəyişməlidir. Yəni bu cür dəyişməlidir. Ona görə doğru olmayan cavab D variantıdır. Baxmışkən da Y variantı axırıncıya da baxaq, sonuncu olduğu üçün. Deməli A böyük B, C isə kiçik D-dən. A çıx C böyükdür B çıx D. Deməli bərabərlikləri tərəf-tərəfə çıxma qaydasıdır. Gəl elə yeri gəlmişkən bunu da izah edeyim. A böyük B, C isə kiçik D. Deməli bərabərlikləri tərəf-tərəfə çıxmaq üçün ilk növbədə bu bərabərliklərin hər ikisi eyni tərəfə baxmalıdır. Yəni A böyük B, burada yerini dəyişim. D böyük C. İndi ikisi də eyni tərəfə baxdı. Belə deyək, ikisi də böyükdür işarəsidir və yaxud da belə deyək, ikisi də sol tərəfə baxır. Tamam, indi bunları belə düzəltdikdən sonra çıxma qaydası dostlar, bölmə qaydasına oxşardır. Yəni burada da çarpaz çıxılır. Yəni olmalıdır A minus C böyükdür B minus D. B minus D. Baxırıq ki, burada da elə zaten cavabımızı elə verib. Bu da doğrudur. Çıxmanın əsas üsulunu da göstərim. Əslində necə eləməliyik? Bu, yəni yenə deyirəm, bu qısa bir yoldur. Bunun məntiqini başa düşmək lazımdır. Yenidən yazım. A böyük B, C isə kiçik D. Mənə lazımdır ki, A çıx C fərqini tapım. A çıx C fərqini tapmaq üçün mən bu bərabərsizliyi hər tərəfi mənfiyə vurum. Bərabərsizliyi də hər tərəfi mənfiyə vuranda işarə tərsinə dəyişir. Məsələn, 5 kiçikdir 7-dən. Mən bu bərabərsizliyi hər tərəfi mənfi 1-ə vurum. Olur mənfi 5, mənfi 7. Aydın məsələdir. Mənfi 5, mənfi 7-dən böyük olacaq. Yəni bərabərsizliyi əksinə dəyişdi. İndi bunu da mənfiyə vursam, olacaq mənfi C, kiçikdir əvəzinə, olacaq böyükdür, mənfi D. Mənfi C böyükdür, mənfi D-dən. Artıq bunları tərəf-tərəfə toplaya bilərik. Tərəf-tərəfə toplasaq, A-nın üzərinə mənfi C gəlsək, olacaq A çıx C. B-nin üzərinə mənfi D gəlsək, olacaq B çıx D. Yəni, hər iki yolla tərəf-tərəfə çıxma qaydasında göstərdik. Burada da cavabımız oldu D variantı. Keçdik 7-ci suala. 7-ci sualda görək nə deyir? A müsbət, B mənfi, C müsbət olarsa ifadələrdən hansının qiyməti müsbətdir? Deməli, müsbət, A müsbətdir deyir. Deməli, belə müsbət, B mənfi, C müsbət. Müsbəti mənfiyə vurdum, mənfini təzədən müsbətə vurdum, A, B, C oldu mənfi. A-nı vurub B-yə, yəni müsbət ədədi vurub mənfi ədədə, cavabım nə olur? Mənfi. B-ni vurub C-yə, B mənfi, C müsbət. Müsbəti mənfiyə vuranda yenə mənfi. Deməli, burada baxaq. Deməli, A müsbət, B mənfi idi, amma B-nin kvadratı artıq müsbət oldu. C də müsbət. 3 dənə müsbət ədədi bir-birinə vuranda cavabımız müsbət alınır. Yəni D variantı olur burada. 8-ci suala keçək. 8-ci sual da bunun oxşarıdır. A müsbət, B mənfi, C müsbət. A variantından başladıq. B mənfi, C müsbət. Mənfini müsbətə vuranda cavab oldu mənfi. A vur B. A müsbət, B mənfi. Mənfini müsbətə vurdum, oldu mənfi. A müsbət, B mənfi. Müsbət. B mənfidir, ancaq B-nin kvadratı olacaq müsbət. Yəni, müsbət ədədi də müsbət ədədə vuranda
Cavabımız olacaq C variantı. İndi bu 9-cu suala baxırıq. 9-cu sualda deməli A böyük B, deməli bunlar hamısı müsbət ədədlərdir və bu bərabərlik doğrudur. Dostlar, bunu çox rahat başa düşülən bir sualdır fikrimcə. Deməli, veriləni yazın. C böl -2. A da mənfidir, B də mənfidir, yox, əksinə, üzr istəyirəm. A da müsbət, B də müsbət, C də müsbət. Bunların hamısı müsbət oldusa, onda nə edə bilərəm? Mən A-nın yerinə müsbət 1 yazaram. A-nı müsbət 1 götürsəm, B-ni müsbət 3 götürsəm, C-ni də müsbət 2 götürsəm, bu bərabərlik doğru olar. Gəlin görək necə? A-nın yerinə 1 yazsam, 1 böl -1 bərabər olar doğrudan da 3 böl -3-ə, o da bərabər olar 2 böl -2. Niyə? Çünki bunların hamısının cavabı -1-dir. 3-ü -3-ə böləndə -1, 2-ni -2-ə böləndə -1. Deməli, bu götürdüyüm doğrudur. Bəzən suallarda bunları təbii ki, K-larla götürəcəyik. İndi burada ədədləri müqayisə edirik deyə mən elə 1, 3, 2 götürdüm. İndi bu verdiyim bu ədədləri A, B, C-ni müqayisə eləmək, yəni çox asandır. A ən kiçikdir, sonra C-dir ən kiçik, A yəni 1-dir, C 2-dir. B isə 3-dür, ən böyüyü də olur B. A, C, B hansı variantlardadır baxaq? C variantında. 10-cu suala baxaq. 10-cu sualda deməli yenə eyni tip sualdır. Sadəcə burada A, B, C necə verir? Mənfi ədədlər. A böl -2 bərabər B böl -5 bərabər C böl -3. A mənfi ədəddir və bu bərabərliyin doğru olması üçün A-ya -2 versəm, B-yə -5 versəm, C-yə -3 versəm, bu bərabərlik doğru olacaq. Doğrudan da -2-ni, yəni A-nın yerinə -2 yazdım. -2-yə bölsəm, bərabər olacaq -5 böl -5, bərabər olacaq -3 böl -3. Niyə? Çünki bunların hamısının cavabı 1 eləyir və bərabərlik ödənir. Deməli, A, B, C elə bu cür ədədlər götürə bilərəm. Və indi bu ədədləri müqayisə eləməyimiz lazımdır. -5 ən kiçik olur, sonra -3 olur, sonra -2 olur. Yəni, B ən kiçikdir, C, sonra da A. B, C, A hansı variantlardadır baxaq? B, C, A, B variantında. Keçdik növbəti 11-ci suala. 11-ci sualda deyir A plus B. Deməli, baxırıq. A plus B 3. B isə -7 ilə 7 arasında dəyişirsə, A-nı qiymətləndirin. Deməli, bu sualı yazaq. B-ni də yazıram. B də dəyişir. -7 ilə 7 arasında. Dostlar, necə eləmək olar bunu? A-nı bizdən qiymətləndirməyimizi istəyir. Mən buradan B-nin, belə deyək, B-nin qiyməti əlimdə var. Buradan B-ni taparam. B bərabərdir 3 minus A-ya. Bu bərabərlikdən B-ni tapdım. Və B-nin yerinə aparıb 3 minus A yazaram. Yəni, -7 kiçikdir 3 minus A, o da kiçikdir 7. Aha, mənə nə lazımdır nə? A-nı deyir qiymətləndirin. A-nı qiymətləndirmək üçün ilk növbədə bərabərsizliyin hər tərəfindən 3 çıxarım. Hər tərəfindən 3 çıxdım. -7-dən 3 çıxdım, -10. 3 çıx A-dan 3 çıxanda qalacaq -A. 7-dən də 3 çıxanda 4. Bizə nə lazımdır amma? Biz -A-nı qiymətləndirdik. Amma bizə lazımdır müsbət A. Deməli, onda mən bərabərsizliyin hər tərəfini mənfiyə vuraram. -10-u -1-ə vurdum, oldu müsbət 10. Mənfiyə vurduğum üçün bərabərsizliyin işarəsi dəyişəcək. -A-nı -1-ə vurdum A, 4-ü -1-ə vurdum, -4. Bunu dəyişib belə də yazmaq olar. Deməli, -4 kiçikdir A, o da kiçikdir 10. Baxırıq, deməli, hansı variantlardadır? -4 A, 10. Baxırıq ki, C variantı. Deməli, növbəti 12-ci sual. 12-ci sualda bu tipdə sualdır. A minus B-ni verib bizə 4. A-nı verib -5 ilə 5-in arasında. Məndə əlimdə A-nın qiyməti olduğu üçün buradan A-nı tapıram. A bərabərdir. B üstəgəl 4. A-nın yerinə B üstəgəl 4 yazıram. B üstəgəl 4 dəyişir -5 ilə 5-in arasında. Hər tərəfdən 4 çıxım ki, B tək qalsın. -5-dən 4 çıxsam, -9. B üstəgəl 4-dən 4 çıxsam, B. 5-dən 4 çıxsam, 1. Deməli, baxırıq variantlarda cavabımız olacaq A variantı. Keçdik növbəti suala.
13-cü sual bizə x plus y cəmini soruşur. Deməli biz burada baxsaq x əlimizdə var, amma y əlimizdə olduğu kimi y kimi yoxdur. 2y kimi var. Nə etməliyəm? Bərabərsizliyin hər tərəfin müsbət 2-yə bölməliyəm ki, müsbət y əldə edeyim. 4-ü 2-yə böldüm 2. 2y-i 2-yə böldüm y, 8-i 2-yə böldüm 4. X-i də altından yazım. Deməli 2, x və 3. Bu bərabərsizlikləri də bildiyimiz qayda ilə tərəf-tərəfə toplayırıq. 2 üzərinə gəl 2, 4. X üzərinə gəl y, elə x plus y, 3-dən 4, 7. Cavab bu olur. Baxırıq variantlara. Deməli 4, 7, C variantında. Keçdik növbəti 14-cü suala. 14-cü suala keçək. Deməli 3x və y var. Yenə x plus y cəmini soruşur. Onda mən nə etməliyəm? Bu bərabərsizliyin hər tərəfini 3-ə bölməliyəm. 3-ü 3-ə böldüm 1. 3x-i 3-ə böldüm x, 6-nı 3-ə böldüm 2. Y-i də altından yazım. Deməli, burada deməli 5. Tərəf-tərəfə topladım. 1-in üzərinə 3, 4. X-in üzərinə gəl y, elə x üzərinə gəl y. 2-nin üzərinə 5, 7. Deməli 4 ilə 7 arası B variantı. Keçdik növbəti suala. AB mənfi, A çıx B mənfi, BC 0 olarsa ABC ədədlərini müqayisə edin. Deməli AB mənfi, B, üzr istəyirəm, B yox. A çıx B mənfi, yəni 0-dan kiçik. B vur C isə 0. Deməli, mənim ilk gözüm bura baxır. Çünki buradan bir müəyyənlik eləyə bilmirəm. 2 ədədin hasili mənfidirsə, deməli, bunlardan biri mənfidir. Mən onu hardan tapıram? Buradan. B-ni o tərəfə göndərsəm, A kiçikdir B. Deməli, A-dır mənfi olan, B-dir müsbət olan. B müsbət, A mənfi. Bunları müəyyən elədim. B müsbət, müsbət ədədi nəyəsə C-yə vurub, cavab 0 alınıb. Deməli, C-nin özü hökmən 0-dır. Çünki hasil 0-dırsa, vurğulardan heç olmasa biri 0 olmalıdır. Tamam, təyin elədik ki, A mənfidir, A yəni kiçikdir 0, C bərabər 0, B isə böyükdür 0. Deməli, ən kiçik A-dır, sonra C-dir, sonra da B. A, C, B. Cavab olacaq A variantı. Növbəti 16-cı sualı keçirik. 16-cı sual da bu sualın oxşarıdır. A vur B yenə mənfidir. Burada baxırıq ki, A çıx B böyükdür 0. Deməli, A müsbətdir, B mənfidir. A müsbət, B mənfi. B mənfidirsə, B-ni vurub C-yə 0 alıbsa, deməli C-nin özü 0-dır. Yəni A müsbət, C 0, B isə mənfi. Deməli, ən kiçik B-dir, sonra 0, yəni C. Yəni C, sonra isə A. B, C, A. B, C, A cavab olacaq Y variantı. İndi keçdik 17-ci suala. 17-ci sual nisbətən daha maraqlı sualdır. Bizdə A var əlimizdə. A kiçikdir 2-də 1. B kiçikdir mənfi 3-də 1. C isə böyükdür 4-də 1. Bizdən də elə bir sual soruşur ki, zaten soruşduğu əldə oluna biləndir. Deməli, bizə baxırıq ki, A ilə B lazımdır, A ilə B-nin cəmi. C isə bizə əksinə lazımdır. Yəni, mənfi C lazımdır. Görürük bərabərlikdən ki, C-nin mənfisi lazımdır. Onda mən bunu, bu bərabərsizliyi mənfiyə vurum. Olur mənfi C, böyükdür işarəsi dəyişir olur, kiçikdir mənfi 4-də 1-dən. Və bunları mən tərəf-tərəfə toplayım. Bir daha alt-alta yazım, daha yaxşı başa düşün. B kiçikdir mənfi 3-də 1. Deməli, mənfi C kiçikdir mənfi 4-də 1. Mən bunları tərəf-tərəfə toplasam, toplayım tərəf-tərəfə. Deməli, nə olacaq? Bircə dəqiqə. Aha. Deməli, A üstəgəl B oldu. A plus B. Üstəgəl mənfi C nə deməkdir? Yəni, minus C. Kiçikdir 2-də 1. Üstəgəl mənfi 3-də 1. Yəni, 2-də 1 çıx 3-də 1. Üstəgəl mənfi 4-də 1. Yəni, çıx 4-də 1. İndi bunu hesablasaq, ortaq məxrəc, yəni bunu da elə düşünün olduğu kimi yazdım bura, kiçikdir.
Ortaq məxrəc 12. 12-ni 2-yə böldüm 6. 12-ni 3-ə böldüm 4. 4-ə böldüm 3. 6 çıx 4 2 çıx 3 -1. Deməli A plus B çıx C kiçikdir -12-də 1-dən. Yəni cavab olacaq B variantı. Keçdik 18-ci suala. 18-ci sual bunun oxşardır. Onu da yazaq, daha da möhkəmlənsin. Deməli, A böyükdür 3-də 2-dən. B kiçikdir -2-də 1-dən. C böyükdür -5-də 4-dən. A minus B plus C lazımdır bizə. Baxıram ki, elə A, baxın dostlar, A ilə C-ni cəmləyir. Baxın, elə bunlar eyni tərəfə baxır. B-ni isə çıxır. Elə mən bunu, bu bərabərsizliyin eyni tərəfə baxması üçün elə bunu mənfiyə vurmağım zaten lazımdır. Zaten də mənfiyə vursam orada -B yaranacaq. Yəni A minus B yaranacaq zaten. Bunu götürüb mənfiyə vursaq, -B. Kiçik dəyişib olacaq, böyükdür. -2-də 1-i mənfiyə vursaq, -2-də 1. İndi bunları tərəf-tərəfə toplayaq. A üstəgəl -B oldu, A çıx B. Üstəgəl C oldu, üstəgəl C. Böyükdür 3-də 2, üstəgəl 2-də 1. Üstəgəl -5-də 4. Üstəgəl -5-də 4 də nə deməkdir? Yəni -5-də 4. İndi bunu hesablasaq, 3, 2, 5 ortaq məxrəc deməli neçə olacaq? 30. 30-u böldüm 3-ə, 10, 2-yə 15, 5-ə 6. Deməli 20 üstəgəl 15, 35, çıx 24, 11. Deməli A minus B plus C böyükdür 30-da 11-dən. Cavab D variantı. Keçdik növbəti suala. 19-cu sual. 19-cu sualda görək nə deyir bizə? A, obşum dəyişdiyi aralığı verir, B-ni verib. A böl B. Deməli, baxırıq ki, bizə A böl B nisbətini müəyyən eləmək lazımdır. Ona görə A böl B-ni müəyyən edək. Kiçikdir 3. Burada 6-da 1, B. Kiçikdir 4-də 1. Dostlar, dedik tərəf-tərəfə bölmə zamanı necə olur? Tərəf-tərəfə bölmə zamanı çarpaz qaydadan. Vurma zamanı olduğu kimi bölmə zamanı isə çarpaz bölünür. Yəni mənə burada A böl B lazımdırsa, 2-ni 6-da 1-ə yox, 2-ni 4-də 1-ə bölürəm. Gəlin qıraqda da onu bölüm. 2-ni 4-də 1-ə böləndə dostlar, 2-ni vururuq 1-də 4-ə, yəni cavab olur 8. Deməli burada oldu 8. 2-ni böldük, 3-ü də bölürük 6-da 1-ə. Burada da eyni qayda ilə cavab olacaq 18. Deməli A böl B 8 ilə 18 arasında dəyişir. Bunu bildikdən sonra bax bizə lazım olan hissə buydu. Ki A böl B hansı aralıqda dəyişir? İndi bizə baxırıq misala. A böl B minus 7 modulun içində. A böl B 8-dən böyük, 18-dən kiçik ədəddir. Yəni burada 8 dura bilər, 8,1 dura bilər, 9, 10, 11 və s. dura bilər. Bundan da 7 çıxanda modulun içi müsbət olacaq. 5 çıx A böl B. Deməli dedik A böl B harada dəyişir? 9, 10, 11 və s. 5-dən də 9, 10 və s. çıxanda cavab mənfi olur. Yəni modulun içi əgər müsbətsə, moduldakı ədəd moduldan olduğu kimi çıxır. A böl B minus 7 üstəgəl. Modulun içərisi əgər mənfi ədəddirsə, həmin ədəd moduldan əksinə çıxır. Yəni üstəgəl A böl B çıx 5. Burada A böl B ilə A böl B-ni toplasaq olur 2 dənə A böl B. -5 çıx 5 olacaq -12. Cavab olacaq B variantı. Keçdik növbəti 20-ci suala. Deməli, oxuyaq. K-nın hansı ən böyük tam qiymətində bu aralıqlarının kəsişməsinə daxil olan tam ədədlərin sayı 4 olar. Dostlar, bu sualı gəlin izah edeyim. Deməli, mənfi sonsuzluqdan, bax, bunu yazıram hələ. Bura gəlir, belə deyək. Bu da nədir? Bu ədədi gəlin yuxarıda yazın. K kvadrat çıx 8K plus 24. Deməli, bu aralığın kəsişməsinə daxil olan tam ədədlərin sayı 4 olar.
Tam ədədlərin sayı 4. Burada da bu aralığı da gəlin birinci yazaq. 4-dən başlayır. Birinci aralığımız deməli belə oldu. Bu aralığımız isə 4-dən başlayır. Gedir üzü müsbət sonsuzluğa tərəf. İndi bu aralığa daxil kəsişməsi hara oldu? Kəsişmə bura oldu dostlar. Yəni kəsişmə oldu bizdə 4-dən k kvadrat çıx 8k üstəgəl 24-ə qədər. İndi bu aralığa 4 dənə tam ədəd daxil olması üçün burada hansı ədədlər olmalıdır? Bu 5 olmalıdır, 6 olmalıdır, 7 olmalıdır. Burada da 8 olmalıdır ki, burada gəlib düşəcək 9. Yəni baxın, burada kəsişmədə neçə ədəd oldu? 4 ədəd oldu. Hə, biz niyə bəs 9-la 4-ü saymırıq? Çünki 4 daxil deyil gördüyümüz kimi. Həmçində bu ifadənin özü də daxil deyil. Yəni ona görə için boş saxlamışdıq. Kəsişməsinə daxil olan tam ədədlər 5, 6, 7, 8 olur və onda da buna qalır 9. Onun üçün 9 olması üçün biz götürüb bu ifadəni 9-a bərabər edirik. K kvadrat çıx 8k üstəgəl 24 bərabər 9. K kvadrat çıx 8k üstəgəl 24-ü artıq yazmayaq. Deməli 9-u keçsək bu tərəfə, üstəgəl 15 bərabər 0. Deməli bunu Viet teoremindən köklərini tapsaq, gəlin açıq yazaq biraz. K1 vur K2 bərabərdir, üzr istəyirəm, K1 müsbət 15. K1 plus K2 bərabərdir, müsbət 8. Bu ədədlər hansılardır? Bu ədədlər 3 və 5-dir. Deməli 3 və 5-dir. K-nın hansı ən böyük tam qiyməti dediyi üçün cavabımız olacaq K bərabər 5. Cavab olur K bərabər 5. Keçdik növbəti 21-ci suala. M, N, K verib bizə. Deməli dostlar, yenə fikir veririk. M də eyni tərəfə baxır, N də eyni tərəfə baxır. K fərqli tərəfə baxır və xoşbəxtlikdən görürsünüz bizdən K-nın nəyini istəyir? Minusunu istəyir. Yəni elə biz K-nı mənfiyə vursaq, onun da işarəsi dəyişib belə olar və bizə lazım olan ifadəni tapmaq üçün bunları tərəf-tərəfə toplayarıq. Gəlin demək istədiyimi yazaraq göstərim. Deməli belə. M ilə işim var, yox. M ilə işim var. M-ə niyə var? Çünki 3M lazımdır mənə. 3M böyük olacaq, onda 9-dan. N-i də 5-ə vurmalıyam. Buranı da 5-ə vurmalıyam, buranı da 5-ə vurmalıyam. Deməli onda nə olur? 5N böyükdür 25. K-nı da qıraqda yazım. K kiçikdir 11. Mənə nə lazımdır? Mənfi 2K. Hər tərəfi mənfi 2-ə vurum. Mənfi 2K bərabərsizliyin işarəsi dəyişir. Olur, kiçik olur, böyükdür. 11-i mənfi 2-ə vuranda mənfi 22. Gətirin bunu da bunların altından yazın. Mənfi 2K böyükdür mənfi 22. Biz bunları cəmləsək, verilən ifadənin elə cavabını taparıq. Deməli 3M üzərinə gəl 5N üzərinə gəl mənfi 2K olacaq 3M üzərinə gəl 5N çıx 2K böyükdür 9 üzərinə 25 34 34-dən də 22 çıxanda 12. Deməli bu ifadənin ən kiçik tam qiymətini soruşur. Ən kiçik tam qiymət 12-dən sonra ən kiçik tam qiymət cavab olacaq 13. 22-ci suala baxırıq. 22-ci sualda bunun oxşarıdır. Deməli M böyükdür 3. Bizə lazımdır, gəlin birbaşa yazaq. Bizə lazımdır nə? 4M. Bunu 4-ə vurdum, bunu da 4-ə vursam olacaq 12. Mənə lazımdır mənfi 5N. Görürük dostlar, mənfi 5N. Mənfi 5N olması üçün N kiçikdir 5-i, hər tərəfi mənfi 5-ə vururam. Olur mənfi 5N. Mənfi ədədə vurduğum üçün bərabərsizliyin işarəsi dəyişir. Böyükdür mənfi 25. Deməli, yazıram altından mənfi 5, N böyükdür mənfi 25. Bizə bir dənə lazımdır 3K. 3K böyük olur 33-dən. Mən bunları tərəf-tərəfə toplasam, 4M üzərinə gəl mənfi 5N olur 4M minus 5N. Üzərinə gəl 3K olur üzərinə gəl 3K. Böyükdür. Deməli, cavab neçə edəcək? 20 eləməlidir. 12 ilə 30 topladım 45. 45-dən də 25, bəli 20.
bizdən nə istəyir? İfadəsinin ən kiçik tam qiyməti. 20-dən böyük ən kiçik tam ədəd 21-dir. Cavab olacaq 21. Keçdi, deməli, sonuncu suala, 23-cü sual. Görək 23-də nə deyir? N böyük bərabər 3 və 2n üzərinə gəl m bərabər 15 olarsa, m-in mümkün ən böyük qiymətini tapın. M-in mümkün ən böyük qiymətini tapmaq üçün, dostlar, deməli, m-i mən birinci baxım görüm. M nədir? M deməli 15 çıx 2n-dir. M-in mən ən böyük qiymətini axtarıramsa, ən böyük qiymətini axtarıram. Deməli, 15 çıx 2n-dir. M 15 çıx 2n-ə bərabərdir. Bu azalan, bu çıxılan. Bu çıxılan daha kiçik ədəd olsa, mən onda m-in ən böyüyünü alaram. Yəni, n-in ən kiçiyi lazımdır. Buradan da baxıram, n nədir? 3-dən böyük bərabər. N-in ən kiçik qiyməti nədir? 3. Yəni, mən burada m bərabərdir 15 çıx 2 vur 3, yəni 15 çıx 6. Yəni, m-in ən böyük qiyməti olacaq 9. Oldu dostlar, uğurlar arzu edirəm. İnşallah gələn videolarda görüşərik.